Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Deməli, biz bugün duzların kimyəvi xassələrinə baxırıq. İlk olaraq duzlarla reaksiyaya daxil olur, həm də reaksiyaya daxil olmur. Duzun duzla reaksiyaya daxil olması üçün müəyyən şərtləri var. Deməli, duz plus duz reaksiyası getməsi üçün şərtlərdən biri odur ki, götürülən duz suda həll olan olsun. Bu birinci şərt. İkinci şərt isə reaksiya nəticəsində çöküntü alınsın. Bu iki şərtin baş verdiyi halda duzla reaksiyaya daxil olur. Nümunə üçün kalsium karbonat üstəgələk kalium bromid. Bu reaksiya getmir. Çünki kalium bromid həll olan duzdur, kalsium karbonat isə çöküntüdür. Deməli, bu reaksiya getməz. İkinci olaraq kalsium xlorid üstəgələk natrium nitrat. Bu reaksiya da getməz. Çünki bizim natrium nitrat həll olan duzdur, kalsium xlorid həll olan duzdur. Birinci qaydamız şərti ödəyir, ancaq məhsulda əmələ gələcək maddələr çöküntü olmadığı üçün reaksiya axıra qədər getmir. Yəni, reaksiya məhlulda getmir. Belə deyirik. Yəni, əmələ gələ biləcək maddə kalsium nitrat plus natrium xloriddir. Hər ikisi həll olan olduğu üçün iyonlara ayrılır və başlanğıc maddələrə çevrilmiş olur. Yəni, reaksiya getmir deyirik. Nümunə üçün natrium sulfid plus argentium nitrat. Bu reaksiyada argentium nitrat həll olandır, natrium sulfid həll olandır. NO üçün çöküntüləri olmur. Natrium metalı natriumdur, kaliumdur, amoniumdur. Bu metalların duzları çöküntü olmadığı üçün həll olandır. Bu reaksiya nəticəsində əmələ gəlir natrium nitrat plus gümüş sulfid. Gümüş bir sulfid. Bu şəkildə belə deyək. Və burada əmələ gələcək gümüş sulfid çöküntüdür və bu reaksiya axıra qədər gedir. Yəni, reaksiya gedir. Əlavə olaraq biz duzların kimyəvi xassələrindən nədən deyək? Deməli, duzlar metallarla reaksiya daxil olur və yaxud da olmur. Duzun metalla və yaxud da metalın duzla reaksiya daxil olması üçün müəyyən şərtlər var. Deməli, əsasən biz burada baxırıq metalların aktivlik sırasına. Yəni, birinin digərdən aktiv və yaxud da zəif olduğuna. Nümunə üçün belə bir reaksiya yazaq. Magnezium üstəgələk sink xlorid. Və reaksiyada maddələrin aşağı hissəsinə məhlul yazırlar. Yəni, məhlulda. Zaten reaksiyalar məhlulda gedir. Belə deyək. Bu zaman reaksiyada magnezium sinkdən aktiv olduğu üçün magnezium sinki sıxışdırıb çıxardır. Yəni, magnezium xlorid üstəgələk sink alınır. Və yaxud da dəmir mis-2 sulfadın məhlulu ilə reaksiyaya daxil olur. Dəmir orta aktiv metaldır. Mis passiv metaldır. Yəni, dəmir misi duzundan sıxışdırıb çıxardar. Bu zaman dəmir 2 sulfat plus mis alınır. Əlavə olaraq
dəmir, üstə gələk sink klorid. Burada yazıram məhlulda. Məhlul. Bu reaksiya getmir. Çünki sink dəmirdən aktivdir və yaxud da dəmir sinkdən az aktivdir ki, dəmir sinki duzundan sıxışdırıb çıxarda bilmir. Yəni bu reaksiya getmir. Əlavə olaraq bizdə duz metal reaksiyalarına aid nələr düşür? Əsasən bizim deməli çaşdıran, bizi qarşılıqlıq yaradan suallardan biri də hansı reaksiyadan qaz ayrılır, qaz ayrılmır, hansı reaksiya məhlulda axıra qədər gedir, hansı reaksiya axıra qədər getmir kimi suallar düşür. Yadda saxlamaq lazımdır ki, lityum, natrium, kaliumdur, rubidiumdur, sezyumdur, kalsiyumdur, stronsiyumdur və əlavə olaraq bariumdur. Bu metallar aktiv olduqları üçün məhlulda əvvəlcə su ilə reaksiyaya daxil olurlar. Yəni, özündən sonraki metalını çıxartmırlar. Nümunə üçün yazıram natrium, üstə gələk, dəmir, 2 sulfat, məhlulu. Bu reaksiyanın gedişatı natrium sulfatın alınması və dəmirin çıxardılması ilə baş vermir. Bəli, natrium dəmirdən aktivdirmi? Aktivdir. Sıxışdırıb çıxarda bilərmi? Bəli, ancaq natrium metalı, yəni yazdığım metallar barcılıqda. Hər biri aktiv olduğu üçün suda, məhlulda əvvəlcə su ilə reaksiyaya daxil olur, sonra əmələ gələn məhsul dəmir 2 sulfatlı reaksiyaya daxil olur. Ona görə bizim bu reaksiyada məhsullarımız bunlar olmayacaq. Yəni, natrium əvvəlcə su ilə reaksiyaya daxil olur, natrium hidroksid, üstə gələn hidrogen qazı əmələ gətirir. Əlavə olaraq növbəti də natrium hidroksid, dəmir 2 sulfatla reaksiyaya daxil olub, dəmir 2 hidroksid çöküntüsü əmələ gətirir, plus natrium sulfat əmələ gəlir. Deməli, bizim bu reaksiyanın məhsulu yazdığımız bu maddələr deyil də, bunlar olmalıdır. Yəni, bunlar alınır, belə deyək. Buradan əmələ gəlir deməli bizim dəmir 2 hidroksid, natrium sulfat, plus əlavə olaraq bizim burada nəyimiz var? Hidrogen qazımız çıxıb, əlavə olaraq bunu da burada qeyd etmək olar ki, bu reaksiyadan hidrogen qazı da ayrılır. Metalların duzlarla reaksiyası nümunə üçün budur. Əlavə olaraq deməli, duzların alınmasında məsələn bəzi reaksiyalar var ki, o reaksiyadan nə alındığına diqqət etmək lazımdır. Biz deyirik ki, əsaslar turşu oksidlərlə reaksiyaya daxil olur. Nümunə üçün natrium hidroksid N2O5 ilə reaksiyaya daxil olarmı? Bəli, reaksiyaya daxil olar. Çünki natrium hidroksid əsasdır, N2O5 də turşu oksididir. Bu zaman nə əmələ gələr? N2O5 hansı turşunun anhidrididir, oksididir? Nitrat turşusunun, yəni HNO üçün. Onun üçün də sənin bu reaksiyada fərz elə ki, N2O5'in bir turşudur. Və reaksiyanı ona nəzərən turşu əsas reaksiyası düşün. Bu zaman əmələ gələr natrium nitrat plus H2O şəklində. Əlavə olaraq kalsiyum hidroksid, üstə gələk yenə eyni ilə N2O5. Eyni bu reaksiyadan yenə kalsiyum nitrat plus H2O əmələ gələr. Və yaxud da bizim qələvlərin, əsasların
turşu oksidlər reaksiyasında mütləq deməli əmsallara fikir vermək lazımdır. Nümunə üçün bunu yazaq. Natrium hidroksidin SO3 ilə reaksiyası əgər birin birə gedirsə, biz bilirik ki, SO3 nəyin SO3-üdür? H2SO4-ün. Yəni SO3 H2SO4-ün, yəni 2 əsaslı turşunun anhidrididir, oksididir, yəni susuzlaşmış formasıdır. Fərz edin ki, SO3-də 2 dənə nə var? H müsbəti var. Yəni bu reaksiya natrium hidroksid və H2SO4 reaksiyası ilə geçsəydi, birin birə geçsəydi, hansı duz əmələ gələrdi? Turş duz. Deməli, əgər reaksiya birin birə gedirsə, bu zaman natrium hidrosulfat əmələ gələr. Aydındır mı? Yəni normal bildiyimiz birləşmə reaksiyası gedər. Biz əgər natrium hidroksidi 2 mol götürüb SO3 ilə reaksiyasını aparsam, 2 mol natrium hidroksiddə 2 dənə OH deməli iyonları var. Həmçinin SO3-ü də biz 2 dənə H müsbət götürsək, deməli bu reaksiyadan normal duz əmələ gəlməlidir. Yəni əmələ gələr natrium sulfat plus H2O şəklində. Yəni duzların əsas və turşu oksidlərindən alınması nümunələrini bunları yaza bilərik. Əlavə olaraq P2O5 kalsium hidroksid reaksiyası. Turşu oksidi əsas reaksiyasıdır. Reaksiya gedirmi? Bəli, gedir. Nə əmələ gəlməlidir? Bizim bu turşu oksidi hansı turşun oksididir? Ortofosfat turşusunun. Ona görə də sən burada kalsium ortofosfat dozunu əmələ gətirməlisən. Plus əlavə olaraq H2O əmələ gələr. Başqa bir reaksiya alüminium oksid. Alüminium oksid amfoter oksiddir. Qələvi ilə reaksiya daxil olarmı? Bəli, reaksiya daxil olar. Və reaksiya gedir. Niyə? Çünki natrium hidroksid əsasdır. Alüminium oksid deməli amfoter oksididir. Reaksiya gedir. Nə əmələ gəlməlidir? Təbii ki, duz. İndi burada natrium, alüminium O2 əmələ gələcək. Natrium metaalüminat plus H2O şəklində. Əksərən testlərə hansı reaksiya gedir? Kimi suallar düşür? Və yaxud da hansı reaksiyadan duz alınır və yaxud da su alınır tipli. Deməli, suallar düşür. Yadda saxlamaq lazımdır. Oksid və əsas arasında duz və su alına bilər. Mütləq orada hansı oksidlərin reaksiyasının getdiyinə diqqət etmək lazımdır. Başqa bir nümunə deməli nə yazmaq olar? Misal üçün, magnezium oksid plus kalium hidroksid. Bu reaksiya gedirmi? Xeyri, getmir. Çünki magnezium oksid əsasi oksiddir, kalium hidroksid əsasdır, yəni qələvidir. Onun üçün bu reaksiya getməz. Əlavə olaraq kalsium oksid üstəcələk natrium hidroksid və ya da kalium hidroksid. Hər hansı bir əsas, belə deyək, qələvi. Reaksiya gedərmi? Xeyr. Kalsium oksid əsas oksiddir, natrium hidroksid əsasdır. Eyni olduğu üçün bu reaksiyalar məhlulda getməz. Yəni reaksiya getməz deyirik. Əlavə olaraq testlərə düşür deməli bizim amoniak. Amoniakın turşularla reaksiyası var. Biz bilirik ki, amoniak əsasi xassəlidir. Yəni amoniakın sudan məhlulu əsasi xassəlidir. Ona görə amoniak özünə turşuları birləşdirib əsas turşu reaksiyası aparacaq və bu zaman nə əmələ gəlməlidir? Duz əmələ gəlməlidir. Yəni bu reaksiyadan NH4, NO3, amonium nitrat duzu əmələ gələr. Biz burada amoniakın sulfat turşusu ilə reaksiyasını yazsaq, əgər reaksiya birin birə gedirsə, bu zaman amoniak sulfat turşusundakı hidrogenin birini özünə birləşdirər. Bu zaman
NH4 HSO4 əmələ gətirər. Ammonium hidrosulfat, yəni turş duz əmələ gətirər. Və yaxud da NH3 sulfat turşusu ilə 2 mol ilə reaksiyaya daxil olsa, 2 mol ammoniyak. Bu zaman ammonium neçə dənə əmələ gəlməlidir? 2 dənə. Çünki ikisi sulfat turşusundakı 2 hidrogeni özünə birləşdirir və ammonium sulfat, yəni normal duz əmələ gətirir. Turşuların əsaslarla mol miqdarından asılı olaraq əmələ gətirdiyi duzlar var. Hansı ki, çox əsaslı turşuların, çox turşulu əsaslara reaksiyası müxtəlif məhsulların alınması ilə gedir. Bunlara baxaq. Nümunə üçün sulfat turşusu, kalsium hidroksidlə reaksiyası əgər birin birə gedərsə, bu zaman 2H müsbət sulfat turşusundadır, 2OH kalsium hidroksiddədir. Bir-birinə bərabər olduğu üçün bu reaksiyadan alınmalıdır normal duz. Yəni kalsium sulfat üstə gələk 2 mol H2O şəklində. Əgər burada mol miqdarı nümunə üçün 2 mol H2SO4 olarsa plus kalsium hidroksid. İndi burada nə görürük? 4H müsbət sulfat turşusundadır. 2OH kalsium hidroksiddədir. Görürük ki, H müsbətin sayı OH mənfidən çox olduğu üçün, böyük olduğu üçün, deməli, bu reaksiyadan turş duz əmələ gəlməlidir. Sulfat turşusunda turş duzu, zaten biz bilirik, sulfat turşusu 2 əsaslı turşu olduğu üçün ondan bir hidrogen ayrıla bilər, bir də 2 hidrogen ayrıla bilər və bu 2 turşu qalığı əmələ gələ bilər. Bir turşu qalığı turş duz əmələ gətirir, digər turşu qalığı normal duz əmələ gətirir. Ona görə sulfat turşusunun turş duzu kalsium HSO4 şəklində olar. HSO4'ün özü 1 valentli olduğu üçün, o zaman kalsiumda 2 valentli olduğu üçün mötərizə alıb indeksə 1-2 yazarıq. Plus əlavə olaraq deməli nə əmələ gələr buradan? Su əmələ gələr. 2 molda burada su əmələ gəlir. Başqa bir nümunə yazaq. Bu zaman əsasın mol miqdarı çox olarsa, yəni 1 mol H2SO4 və 2 mol kalsium hidroksid. Düzdürmü? Kalsium hidroksid. Bu reaksiyada görürük ki, 2 dənə H müsbət sulfat turşusunda var, 4 dənə OH mənfi də kalsium hidroksidə var. Və bu zaman H müsbətin miqdarı, sayı OH-dan azdır, kiçikdir. Deməli, bu reaksiyada nə əmələ gəlməlidir? Əsasi duz əmələ gəlməlidir. Kalsium hidroksidin əsasi deməli, duzu necə alınır? Biz bilirik ki, kalsium hidroksid çox turşulu əsasdır. Bundan bir OH alınar, kalsium OH müsbət əmələ gələr. Bir də 2 dənə OH ayrılar, kalsium 2 müsbət əmələ gələr. Bu zaman əmələ gələcək kalsium OH-lı duz əsasi duz, kalsiumlu duz normal duz olar. Onun üçün bu reaksiyada əmələ gələcək əsasi duz, deməli kalsium OH, bir də nə yazmalıyam? SO4 yazmalıyam. İndi siz fikir verirsiniz, görərsiniz ki, kalsium OH müsbətin özü 1 valentlidir. Kalsium 2 müsbət isə 2 valentlidir. Yəni, sənin burada kalsium OH-ı biz 1 valentli deyiriksə, SO4 özü 2 valentlidir. Düzdürmü? SO4 də 2 valentlidir. Bu zaman reaksiya nəticəsində
əmələ gələn duzun formulu bu cür olar. Mötərizəyə alıram kalsium hidroksidi, indeksinə 1-2 yazıram. Bu duzun adı olacaqdır kalsium hidroksosulfat. Kalsium hidroksosulfat əsası duzdur. Plus 2 mol H2O alınır. Bax belə. Yəni əsasın miqdarı da əgər duzda çoxdursa, sən özün orada belə deyək, miqdardan asılı olaraq müəyyən edə bilərsən. Yəni turş duz mu alınır, əsası duz mu alınır? Bundan əlavə duzların kimyəvi reaksiyalarından biri də onların parçalanmasıdır. Nümunə üçün bəzi duzların parçalanmasına baxaq. Əsasən testlərə düşür nitratların, yəni aktiv metalların nitratlarının, söhbət burada aktiv metalların nitratlarından gedir. Parçalanması zamanı nitratdan nitrit plus oksigen qazı əmələ gələr. Yəni bura lityumdur, lityum istisnadır təbii ki. Orada natriumdur, kaliumdur, rubidiumdur, sezyumdur, kalsiyumdur, baryumdur. Bunların nitratlarının parçalanması zamanı nitrit duzu əmələ gələr. Bir də əlavə olaraq oksigen qazı əmələ gələr. Sonra duzlardan parçalanaraq məhsulların belə deyək, sorsulması ən çox düşür kalium xloratdan. Kalium xlorat manqan 4 oksidin iştirakı ilə parçalanır kalium xlora plus O2-yə. Testlərə ən çox düşən parçalanma reaksiyalarından biri budur. Əlavə olaraq yadda saxlayırıq ki, natrium karbonat və kalium karbonat parçalanmır. Yəni testlərə bunlar parçalanmır kimi düşür. Natrium və kaliumun karbonatı. Bu ikisi. Yerdə qalan karbonatlar parçalanır uyğun oksidinə və karbon qazına. Nümunə üçün kalsium karbonat parçalanır uyğun oksidi, kalsium oksid plus nəyə? Karbon qazına. Və yaxud da magnezium karbonat parçalanır magnezium oksid plus karbon qazına. Yəni testlərə düşə biləcək parçalanma reaksiyaları əsasən bunlardır. Əlavə olaraq deməli bizim testlərə düşür duz plus turşu oksidi reaksiyaları. İndi bir ardıcıllıq yazıram. Deməli silisium dioksid P2O5 N2O5 SO3 NO2 bir də CO2. Bu istiqamətdə turşu oksidlərinin qüvvətliliyi azalır. Bunlar testlərə düşür. Yəni silisium dioksid P2O5-dən qüvvətlidir. Yəni silisium dioksid tək P2O5 deyil ha. Yəni özündən sağdakı bütün turşu oksidlərindən qüvvətlidir. P2O5 digərlərindən qüvvətlidir əlavə olaraq. N2O5 digərlərindən qüvvətlidir. SO3 digərlərindən qüvvətlidir. Bu şəkildə arıcılıq davam edir. İndi bunlar bizə nə üçün lazımdır? Bizdə duz, turşu oksid reaksiyaları düşür. Nümunə üçün natrium karbonat üstə gələk silisium dioksid. Uşaqlar. Silisium dioksid qüvvətli turşu olduğu üçün karbonat duzdan karbon qazını sıxışdırıb çıxardar. Yəni natrium silikat plus karbon qazı əmələ gələr. Biz yazsaydıq ki, natrium silikat plus karbon qazı bu reaksiya getməz. Çünki karbon qazı qüvvətli sarıdan silisium dioksidə sıxışdırıb çıxarda bilmir.
Əlavə olaraq kalsium ortofosfat plus silisium dioksid. Bu reaksiya gedir, bəli gedir. Bu zaman əmələ gələr kalsium silikat plus buradakı deməli duzdaşı turşu qalığı H3PO4-dür, ortofosfatındır. Yəni buradan P2O5'e sıxışdırıb çıxardar. Yəni silisium dioksid bütün duzların tərkibindəki turşu qalığından oksidini sıxışdırıb çıxardır. Amma heç bir oksid silikat turşusunun duzlarından silisium dioksidi sıxışdırıb çıxarda bilmirlər. Tamam mı? Bu tipli reaksiyalar bizə düşür. Bu arızalığı yuxarıda qeyd elədiyimi yazsaz, yadda saxlasaz kifayətdir. Bu belə. Əlavə olaraq bizim deməli testlərə düşür duz plus əsas reaksiyaları. Duz plus əsas reaksiyaları. Burada da əvvəl qeyd elədiyimiz qayda var idi. Hansı qayda idi duz-duz reaksiyasında? Reaksiyaya daxil olanlar həll olan olmalıdır. Həll olan olmalıdır. İkincisi məhsulda çöküntü əmələ gəlsin. Nümunə üçün kalsium karbonat plus natrium hidroksid. Bu reaksiya getməz. Çünki bizim deməli natrium hidroksid həll olandır, şərti ödəyir, amma kalsium karbonat çöküntü olduğu üçün reaksiya getməz. Əlavə olaraq kalsium nitrat üstə gələk natrium hidroksid. Bu reaksiyada getməz. Çünki bizim natrium hidroksid həll olandır, kalsium nitrat həll olandır, ancaq məhsulda çöküntü əmələ gəlmir. Çünki burada əmələ gələcək kalsium daşı, misal üçün hidroksid və natrium nitrat nədir? Həll olandır. Məhsulda çöküntü olmadığı üçün bu reaksiyada məhlulda getmir. Yəni reaksiya getmir. Yəni reaksiya axıra qədər getmir deyirik. Başqa bir nümunə deməli bunu yaza bilərik. Sink klor, üstə gələk kalsium hidroksid. Bu reaksiya gedirmi? Bəli gedir. Sink klorid həll olandır, kalsium hidroksid həll olandır. Məhsulda əmələ gəlir sink hidroksid plus kalsium klor iç şəklində. Əmələ gələcək burada bizim sink hidroksid çöküntüdür, kalsium klorid həll olandır. Deməli bu reaksiya məhlulda gedir. Yəni bu reaksiya axıra qədər gedir. Bu belə. Əlavə olaraq bir şey də qeyd edeyim. Deməli biz bayaqları aktiv metalları qeyd elədik. Bunu qeyd eləyək. Aktiv metalları qeyd elədik. Dedik ki, aktiv metallardan nümunə üçün natrium üstə gələk alüminium xlor 3. Burada yazılan bir məhlulda. Dedik ki, bu reaksiyadan natrium məhluldadırsa, əvvəlcə su ilə reaksiya daxil olar, sonra əmələ gəlmiş məhsul alüminium xlorid ilə reaksiya daxil olar. Aktiv metallar bu cür duzlarla reaksiya o zaman gedər ki, nümunə üçün yazıram kalium, üstə gələk alüminium xloridin uşaqlar ərintisi olarsa, ərinti. Ərintidə məhlul yoxdur. Məhlul demək o qabda, sistemdə su var və yəni maye var deməkdir. Ərintidə isə deməli duzun özünün iyonları olur. Yəni alüminium və xlor iyonları. Bu zaman yəni yalnız ərintidə aktiv metallar duzlardan deməli metalı sıxışdırıb çıxardır. Yəni bu zaman kalium xlorid plus alüminium əmələ gələr. Yəni bu da bizim duzların